Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igid vətən oğlu, şəhid Nihad Abbasovun şəhadətindən 5 il ötür. Bu əlamətdar gündə Qaxşəhər 5 saylı orta məktəbin 6C sinif şagirdləri, qəhrəmanımızın unudulmaz xatirəsini yad etmək məqsədi ilə şəhid Abbasov Nihadın məzarını ziyarət ediblər. Kiçik vətənpərvərlər məzar başında toplaşaraq vətən sevgisi ilə dolu şeirlər səsləndirib, Nihadın xatirəsinə dərin ehtiramlarını bildiriblər. Şəhid Abbasov Nihad 2000-ci il iyulun 25-də Qax rayonunun gözəl güşələrindən olan İlisu kəndində dünyaya göz açıb. Hərbi xidmətə olan sevgisi və vətənə bağlılığı onu gənc yaşlarından hərbiçi olmağa sövq edib. O, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli, həqiqi hərbi xidmətdə olub. Vətənə xidmət eşqi Nihadı daha böyük addımlar atmağa ruhlandırıb. 2020-ci ilin Tovuz döyüşlərindən sonra ölkəmizin düşmən təxribatına qarşı mübarizəsində öz yerini tutmaq istəyən Nihad, öz istəyi ilə Qax hərbi komissarlığına müraciət edib. Qısa zamanda Mingəçevir şəhərində yerləşən en saylı hərbi hissədə baş əskər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayıb. Azərbaycan ordusunun baş əskəri Nihad Abbasov 2020-ci il sentyabrın 27-ci günündə başlayan Vətən müharibəsində ön cəbhədə Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi fədakarcasına iştirak edib. Onun cəsurluğu və qətiyyəti döyüş yoldaşları üçün nümunə olub. Lakin qəhrəmanımız 9 oktyabrda Ağdərə yaxınlığında gedən şiddətli döyüşlərdə snayper gülləsi ilə vurularaq şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi 18 oktyabrda döyüş meydanından çıxarılıb və 24 oktyabr 2020-ci ildə doğma kəndi İlisuda minlərlə insanın iştirakı ilə dəfn olunub. Nihad Abbasovun qəhrəmanlığı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Onun kimi oğulların fədakarlığı sayəsində bugün Azərbaycan bayrağı azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Şəhidlərimizi unutmayacağıq, unutturmayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim uşaqlarımızdan bəziləri bizim sevgimizin adını daşıyan şəhidimiz Nihad Abbasov üçün şeirlər hazırlayıb. Yəni onu dinləyək. Sinəsin düşmənə sipər edənlər, qorxmadığı həyatın itib şəhid gedəni yerinə əmin oğul bitirəcəkdir. Danışmaq çətindir xatirələrdən, hansına toxunsan həyat qoxuyur. Bizə köçənlərdən qalan rəsmlər ürəyi sızladan nəğmə oxuyur. Şəhidim var Azərbaycan, vətən sağ olsun deyə igidim var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib düz çökmüşük, sanmasınlar biz ölmüşük, igidim var Azərbaycan. Özləri yaxşı olsa bunu, hər şəhidi daşıyan anası da özlərə baxıb yaxşı olacaq. Yaxşı oxumasalar, pis olacaq. Sinifin adını daşıyırlarsa, o sinifə layiq olsunlar. O arada layiq olsunlar. Özlərinin ən ağır yolları oxumaq olsun, gözəl-gözəl yerlərdən səslər gəlsin. Nə deyim öyle? Onun kimi mərd igid övladlar olsunlar. Ömürləri bütov olsun. Yarım olsun. Qabaqdan da gələnsin Zəfər bayramını təbrik eləyəm. Gözəl tədbirlər keçirəsiz, gözəl zəfərləriniz olsun. Çox sağ olun. Allah da gəlsə qapı açıq.
Özü maxi olsa da kiçik canla ən ağır kəşfiyyata gedir. Kəşfiyyat bölümündə işlədir. Bunun bir şeiri var, oyla tamamlayıb özünü. Oyla tamamlayıb birinci sinfi qutalanda. Vətən yolunda qurbandır oğul, oğullar vətənə qurban doğulur. Gör necə qəlbə doğulmuşuq biz. Bir vətənimiz var, bir də ürəyimiz. Siz də gözəl dost olun bir-birinə, nəhət dostluğa layiq olan. Hətta Röyalın dayısı heç ailəsi bilmədən 7 il bir çarpayını paylaşan, 7 il bir pornosunu paylaşan ofisantlar olur. Amma ailənin heç xəbəri olmurdu ki, Cavid harda qalır, hardadır. Heç belə bacısı bilməyibdi. Cavid harda qalır. 7 il bir kravatını paylaşır. Gözəl, sadiq bir-birini tutan dostlardan. Hətta özünün oğlunun adını da dostunun adı qoyub, Nihat. O bizi, o boş şey. Allah Teala anadan olanda alnına yazır. O özünün tarix müəlliməsi var idi, Məriyyət müəllimə. Həmişə deyirdi, bayraq barmağına çaxırdı ki, deyib torpaqları biz həll eləyəcək. Bizdən savayı ayrı heç kimi oradan da elə oldu da. Təzə yetişmələr, yeni yetmələr, qan da töksələr, can da versələr, şikəst olsalar aldılar. Bu hər şey göz qabağında. Düzdür, şəhidin köhnəsi təzəsi olmuş, şəhiddir, amma hər şey göz qabağındadır. Kimin niyyəti necədir, kimin qəlbi necədir? Allah gözəl qəlblərdən, gözəl niyyətlərdən, yenə də deyək, uğurları bol olan sinif olsun. Nihat kimi qabaqçı olsun. Bunlar necə məhdli, bizdə alnı açıq, yüzü ağ, həyatda balalarımız var. Nəvəm var, yaşayıq. Unutmuyuq, amma yaşayıq.